İtlərin boyunu daha uca, daha hündür etmək, yəni uzatmaq üçün bəzən böyümə hormonları istifadə edilir. Mən sizə bunun elmi tərəfini deyəcəm. Müsbət tərəfi yoxdur, sadəcə mənfi tərəfi var. Əgər başqa it saxlayanların da həqiqəti bilməyini istəyirsinizsə də bunu onlarla paylaşa bilərsiniz. Onu demək istəyirəm ki, yetişdirici iynədərmana yox, öz bilgisinə güvənməlidir. Öz bilgisi sayəsində genetikanı oxumağı bacarmalıdır, itin genetikasına güvənməlidir. Demək, böyümə hormonları nədir? Ümumiyyətcə, sağlam bir bədəndə böyümə hormonu olur. Amma bu sağlam şəkildə təbii olaraq yavaş-yavaş olur. Necə olur? Sümükdən misal çəkək. Misal üçün sümük necə böyüyür? Hüceyrələr olur. Hüceyrələr bir hüceyrədir, bölünür 2 olur, 2 bölünür 4 olur. Bunlar etap-etap bölünür, bir-birlərinə bitişir. Yəni, sümüyün uclarında böyümə hormonları olur. Bir-birlərinə bitişirlər, sonra daşlaşırlar, sonra daşlaşandan sonra yeni yumuşaq hüceyrələr gəlir, bölünür, sonra onlar yenə bitişir, daşlaşır. Təbii olaraq belə gedir. Yəni, sümük bərkiməlidir. Amma böyümə hormonu nə var? Böyümə hormonu gəlib bunları alt-üst edir. Necə? Misal üçün, hüceyrə bölünməlidir, sonra daşlaşmalıdır. Böyümə hormonları həmin hüceyrələri daşlaşmağa qoymur. Çünki hüceyrələr ilk öncə daşlaşır, sonra kalsiumu gətirir, üzərinə çəkir. Misal üçün, elə bir daşın üzərinə sement çəkib bərkidirsən. Başlayıb bərkiməyə. Amma böyümə hormonları sümüyü bərkiməyə qoymur. Durmadan böyüdür. Misal üçün, dəqiqədə 100 milyon hüceyrə bölünməlidirsə də, misal çəkirəm ha, dəqiqədə 100 milyon yox, misal 900 milyon hüceyrə bölünür durmadan. Bunların da bərkiməyə vaxtları olmur. Çünki böyümə hormonları bunları alt-üst edir. Sonra, misal üçün, sümük uzanır. Durmadan bölündüyü üçün, sümük hüceyrələr durmadan çoxaldığı üçün, bölündüyü üçün başlayıb uzanmağa. Uzanmağa başlayır, amma kalsium bunlara çatdıra bilmir ki, üzərinə yapışsın, bərkitsin. Uzun sümük olur, amma içi boş olur, belə deyək də. Çünki sizə necə deyim, mikroskop altında baxanda sümük süngərə oxşuyur. Yəni, loru dildə desə, süngərə oxşuyur. Ondan sonra, mən sadəcə sümüyü misal çəkdim. Sümükdən əlavə itin daxili orqanlarını da böyüdür. Misal üçün, ürəyi normadan artıq böyüdür, böyrəkdir, bağırsaqdır, bunlar normadan artıq böyüdür. Misal üçün, daxili orqanlar öz skeletinə artıq sığa bilmir. Yəni, çoxlu fəsadları olur, qanı bədən yaxşı, ürək pompalaya bilmir yaxşı, böyrəyə qanı yaxşı vura bilmir. Yəni, itdə get-gedə problemlər əmələ gəlir. Çünki sümük boş olanda, çəki çoxaldıqca o süngər kimi sümüklər həmin çəkini saxlaya bilmirlər. İçi boş bir sümükdə nə gözləyirsiniz? İtin iş görmə qabiliyyəti zəifləyir. Yəni, o qədər də böyük bir fərq olmur. 3-5 sm böyüməyində fərq olar olmaz. 3-5 sm-dən ötər də, yəni iti bu qədər əzab verməyə dəyməz. İnanırsınız, daxili orqanların böyüməsi, bir-birlərini daxildə bir qəfəs içində sıxması sizə zarafat bir şey gəlməsin. İt çox əziyyət çəkir, iş görmə qabiliyyəti aşağı düşür. Görmüş olarsınız, böyük itlərdə arxa ayaqlar, dirsəklər bir-birlərinə bitişir, X formasında olur, qabaq ayaqlar da eynən bir-birlərinə, biləklər bir-birlərinə bitişirlər, X formasında olurlar. Yəni, bu böyümə hormonlarına inanmayın. Güvənməyin daha doğrusu. Bunların müsbət yox, sadəcə mənfi tərəf var. Bunlar sadəcə həkim nəzarəti altında raxit canlılarda istifadə edilməlidir. O da etap-etap elə həyatı təhlükəsi, ölümlə üz-üzə olan elə canlılar var ki, onları sadəcə müvəqqəti həyatda saxlamaq üçün əlavə bir, belə deyək də, steroid kimi istifadə olunur. Amma sağlam bir canlıya gətirib sizin onu vurmağınız heç düzgün deyil. Böyümə hormonlarının təbii olaraq açılıb və bağlandığı bir yaş dövrü olur. Misal üçün, itlər 18 yaşa qədər sümükləri uzunluğuna doğru inkişaf eləyə bilir. Amma siz bunu 18 aydan sonra yetkin bir itə böyümə hormonunu 1 milli yox, vedrə ilə də vursanız, 1 milli belə onun böyümə hormonları aktiv olmayacaq uzunluğuna. Çünki artıq bu bağlanır. Başlayacaq artıq eninə böyüməyə. Çünki uzunluğuna belə deyək də, sümüyün uzunluğuna getməsi, ucalması başqa bir şeydir. Eninə getməsi başqa bir şeydir. Siz böyümə hormonu istifadə eləyəndə it uzana bilmədiyi üçün artıq bu hormon həm belə deyək də, sümükləri genişləndirəcək,
çənə nə bilim qabağa gələcək, dişlər bir-birindən aralanacaq, dişlər eybəcər formaya düşəcək, sümüklər anormal şəkildə böyüməyə başlayacaq. Belə deyək də, elə bir it mutasiya keçirəsidir. Amma daxili orqanların inkişafı dayanmır. Daxili orqanlar böyüyəsidir, itin qarnı daima şiş görsənəsidir. Çünki artıq uzunluğa sümüyə verə bilmir axı, inkişaf dayanıbdır. Başlayacaq daxili orqanlara vurmağa. Mənim eybəcər mutasiya keçirmiş bir it oxşayasıdır. Yəni ki, bu sadəcə, yəni bunu edən insanların çoxusu da gedib misal üçün milliqram itə vursunlar, bunu istifadə etsinlər. Hər səfərində də həkimə aparsınlar ki, görək itdə nə düz gedir, nə düz getmir. Demək olar ki, heç kim yəni aparıb bunu həkimdən tez-tez nəzarətdən keçirəsi deyil ki, itin qayğısına qalınsın. Ən yaxşısı itin bilgi sayəsində itin genetikasına inanmaqdır, yaxşı bir seleksiya aparmaqdır, yaxşı anatomik quruluşda balalar doğulsun deyə.